qeyd etdiyimiz bütün bu nemətləri, əminamanlıq, ailə, valideyn, övlad, bir yuvanın olması, bir loxma çörəyi, sağlamlığı bizə həmişə kim xatırladıb, bilirsinizmi? Bizi görmədiyi halda bizim üçün göz yaş tökən, üzümüzü görmədən sevən, adımızı bilmədən dua edən bir peyğəmbər. O bizi ümmətim demədi, ümmətim demədi, təkcə demədi ümmətim, dedi qardaşlarım. Və dedi ki, sizinlə görüş yerim cənnətdə hovuzumun başındadır. Bu sözləri deyən Muhammed idi sallallahu aleyhi ve sellem. Gecələr ayaqları şişənə qədər namaz qılan, gündüzləri səbr edən, amma ümmətinin aqibət üçün rahat yatmayan, biz toxkən bizi acıqdan xəbərdar edən o idi. Biz sağlamkən xəstənin halını düşündürən o idi. Biz rahatkən yoxsulluq xatırladan o idi. Biz gülərkən ağlayanları unutturmayan o idi. O bizə öyrətdi. Nemət unutqanlıq üçün deyil, şükür üçündür. Bolluq lovğalıq üçün deyil, mərhəmət üçündür. Həyat özümüz üçün deyil, bir-birimiz üçündür. Bugün bu nemətimiz varsa, Rəbbimizə çoxlu şükür etməliyik. Və buna görə sevinməliyik. Çünki bizə şükrü öyrədən bir peyğəmbərimiz var. Və hər gün və o bizə deyir ki, hovuzumun başında görüşəcək və gözləyir bizi qiyamət günü. Allah təala bizləri hər zaman doğru, gözəl əməlləri sabit eyləsin. Allahım bizi Rəsulunun yolunu unutmayanlardan eylə. Onu sevən, ona tabi olan, onu üzünü ağ edəcək ümmətindən eylə. Amin. Yəni bu nemətlərə görə sevinək. Görün əlimizdə nə qədər nemətlər oldu və öz nəfsimizi biraz düşündürək, hesaba çəkək. Bu il ərzində səhvlərim nə oldu, yaxşı əməllərim nə oldu, filan işlərim nə oldu, xətalarım nə oldu, bunları düzəldək.